Deyirdiniz ki, qapının önündən marşrut keçsin, məktəbə yaxın olsun, yaşayış obyektlərinə yaxın olsun. Bəli, həmin evin bugün təqdimatındayım. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bütün kommunalları daimi olan 1.8 sot torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı evimizi təqdimatındayım. Həyətyanı sahəsinə 4 maşın rahat şəkildə daxil olur. Və pultla idarə olunan jaluz qapısı, əl qapısı addin. Baxın, hörmətli izləyicilərimiz, qapının önünə kimi asfaltlı və birbaşa marşrut qapıdan keçir gördüyünüz kimi. Bütün maklerlər də buradadır, çəkilişə gəliblər, bu ev tez satılacaq. Dəyərli izləyicilərimiz, incə satışa çıxdı. Daxil olan evimizin iç sahəsinin təqdimatına. Dəhliz bizi qarşılayır, otaqlara bölgü dəhliz vasitəsindəndir. Birinci mərtəbə ümumilikdə istipoldan təchiz olunub. İkinci mərtəbəyə qalxan pilləkənlər beton pilləkənlər, özü də mərmər daşdan işlənilir. Baxın, dəyərli izləyicilərimiz, ağ-qara mərmər daşdan istifadə olunub, istipolun xəttləri bu hissəyə yığılıb. Sağ tərəfdə yerləşir evimizin, baxın, belə bir gözəl, işıqlı, qonaq otağı genişdir, divar kağızları qəşəngindən vurulub. Hörmətli izləyicilərimiz, evdə elektrik lampalarından istifadə etməmişəm, nə qədər işıqlı olduğunu özünüz şahid olursunuz. Burada yerləşir evimizin mətbəxi. Mətbəxi yenə aynasının qarşısı açıqdır, özünüz şahid olursunuz. Ümumilikdə evimiz 4 otaqdan ibarətdir, kubcalıdır. Burada yerləşir evimizin sanitar qovşağı. Ölçülər hər birisi yaxşıdır, dəyərli izləyicilərimiz, hər birisi qaydasındadır. Necə deyərlər, qiymətinin haqqını verən evdir. Mərtəbə arası manat betonlu, qoşa daşdan inşa olunub, fundament kəmər hər birisi mövcuddur. İkinci mərtəbədə bölgü dəhliz vasitəsilə aparılıb. Burada yerləşir yataq otağından birincisi, bu hissədən eyvana çıxışı da var. Və onda xatırladım ki, hörmətli izləyicilərimiz, həyətin üst hissəsi karkaz yığılıb. İstəsəniz, həyətyanı sahəsinin navesinin özünüz kirişəsini vura da bilərsiniz, istəsəniz açıq saxlaya da bilərsiniz. Burada digər yataq otağı yerləşir. Bu hissədə sonuncu yataq otağı. Aynanın hər birisinin qarşısı açıqdır. Abşeron rayonu Masazır qəsəbəsi 569 nömrəli marşrut xəttinin tam üzərində qapıyacan asfalt, özünüz şahid olduğunuz marşrut birbaşa qapıdan keçir, bütün yaşayış obyektlərinə də yaxındır, məktəbə, bağçaya, marketlərə hər birisinə yaxın ərazidə yerləşir. Start qiymət 115 min manata təklif olunur. Real müştərilər də qiymətlə razılaşmaq olacaq. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.